Demək, biz SPF çəkirik üzümüzə. Şəxsən məndə belədir də, yəni artıq SPF-siz çölə çıxmıram və SPF-də qəribə bir parıltı olur, sanki yağ parıltısı. SPF-i istədiyim qədər üzümə tətbiq edirəm. Bilirsiniz ki, nə qədər qalın tətbiq etsəz, üzləriniz bir o qədər qorunacaq. Və üstündə nə edirəm? Məndə biri bitmişdi, bu indi yenisidir. Bizim səpintili kirşanımız var. Kollagen, İstkollagen seriyasından. Qızlar, bilməm, video məqin ki, uzun olmaz. Mən bunu açım bir dənə. Aha, açdıq. Baxın, belə toz formasındadır. Qızlar, görürsünüz hər halda. Belə. Yaxınlaşdıram. Və təbii ki, mən nə edirəm? Çıxaram. Bunu qəşəng kisdə batırıram. Bax, belə. Üzümə tətbiq edirəm. İnanın ki, nə yağ parıltısı qalır üzümdə. Heç bir şey. O qədər təbii bir tekstur yaradır üzdə. Üzü elə bir ki, filtrləyir də. O dərəcədə gözəldir. Yəni, mən demək olar ki, artıq neçə vaxtdır ki, tonal vurmuram üzümə. SPF-i yəni tam olaraq tətbiq edib, üstündən də bunu edirəm. Hətta yanaqlarıma da biraz kirşan çəkirəm. Daha doğrusu ənlik çəkirəm. Olur, super. Yəni sizə də tövsiyə edirəm. Bunu mütləq alın. Gözləyim bir dənə artiklında deyim sizə. Tak, 68.